Gəncədə məktəb müdirləri ilə bizim bir görüşümüz oldu. Orada bir məktəb müdirəsi çox cavan yaşlarında bir xanım idi. O dedi ki, mən universitetdə oxuyanda mən sizin kitablarınızı oxumuşam və o kitablar mənə böyük bir ilham qaynağı olub. İndi gənc yaşlarında orada çox böyük bir vəzifələrdə çalışır. O qayıtdı mənə dedi ki, bizim arxamızda heç kəs olmayıb və deyir mən həmişə Gəncədə böyük bir dənə təhsil idarəsi var. Onun yanından keçəndə evdə hamıya deyirdim ki, mən burada işləyəcəm. Anam mənə deyirdi ki, bu bizlik deyildi. Bir gün gördüm ki, imtahan elan elədilər. İmtahan vermək lazımdır. Mən başladım onu hazırlaşmağa. Anam da evdə qoymurdu da imtahana hazırlaşım. Deyir mən gəlirdim, yorğanı başıma çəkirdim, işıq yandırırdım və deyir başlayırdım yorğanın altında oxumağa. Çünki gündüz oxuyur, axşam ana qoymur, məcburdur yorğanın altında oxusun. Real sizə örnək deyirəm. Bəzən olurdu ki, deyir mən barmağımı kəsirdim. Eynən deyəcəksiniz ki, Məlik Məmmədin ağlını danışır. Deyir barmağımı kəsirdim. O deyir mənə ağrı verirdi və mən yatmırdım. Adam barmağını da göstərdi, o xətləri, o çapıqları da göstərdi və adam bunu eləyirdi və sonunda o təhsil mərkəzinə qəbul olur və orada çox böyük bir işlər görür bu insan. Deməyim odur ki, yəni bu qədər fədakarlığı göz önünə alacaq qədər içində istəyin yoxdursa, o kitabları oxusanız da sizə təsir eləməyəcək. O gözdə alov olmalıdır.